Saitlər və samitlərin izahına baxdıq. İndi isə ahəng qanunu, heca və xüsusilə ən çox müdavimlərimin sevdiyi vurğunun izahına baxmış olacaq. Başlayaq. Hecalara düzgün bölünməmiş sözləri müəyyənləşdirin. Həmin traktor, bu doğrudur. Soyad hərbi, bu da doğrudur. Bədii, sarımtıl, doğrudur. Uzun mexanika, doğrudur. Dağıstan, baxın belə olmalıdır. Dağıstan. Sonra bu qraf hissəsi qarışmamalıdır. Ayrıca hecalmalıdır. Yəni avtoqraf. O cavabımız olacaq D variantı. Ahəng qanuna tabe olmayan sözlər baxaq. Burada hamısı incədir, ahəng qanuna tabedir. Ev eşik hamısı incədir. Epiqraf incə, qalın. Burada qalın incə var. Burada da qalın incə var. Cavab C variantıdır. Yağıntı hamısı qalın, detektiv hamısı incə. Hansı söz ahəng qanunun sonuncu hecada pozulmuşdur? Yəni əvvəlinci hecalar hamısı qalın olsun, sonuncu incə olsun və yaxud da əksi. Burada görürsünüz, ahəng qanunu ortada pozulub. Bunu çıxın. Ailə burada əvvəldə pozulub, düzdür? Bizə lazımdır sonuncu hecada pozulsun. Burada görürsünüz, axır ahəng qanuna tabedir, əvvəldə pozulub. Burada ümumiyyətlə pozulmayıb. Bura baxın, əvvəl ahəng qanuna tabedir, axırda A pozulub. Deməli cavab D variantıdır. Ahəng qanunu hansı sözlə pozulmuşdur? Lakollaşdırma hamısı ahəng qanuna tabedir. Məhrumiyyət qalın, incə pozulub. Cavab B variantı olur. Digərlərində hamısı qalın, hamısı incə pozulmamışdır. Aha, bizə deyir ki, pozulmamışdır. Görürsünüz, şərti daha diqqətlə oxumaq lazımdır. Deməli, məhrumiyyət pozulub. Morfoloji pozulub. Ehtiram pozulub. Mübarizə pozulub. Lakollaşdırma pozulub, çünki hamısı qalındır. 5-ə baxaq. Hansı dərəcədə sözlərin hamısının ahəng qanunu pozulmuşdur? Odun pozulmayıb, qələbə pozulmayıb, qaşıq pozulmayıb, Kiyev pozulmayıb, musiqi, batareya, yemişan hamısında pozulub. Sözlərin birinin hecalara bölünməsi yanlışdır. Baxaq. Etibarnamə doğrudur. Dağıstan bayaq dedik doğrudur. İdarəçilik doğrudur. Türkmənistan doğrudur. Baxın belə olmalıdır. Republika. Cavab D variantıdır. Hansı dərəcədə sözlərin hamısı hecalara düzgün bölünmüşdür? Baxın, burada yazıçılıq sözünə baxaq. Bu formada olmalıdır. Yazıçılıq. Baxın. Burada görürsünüz, səhv ayrılıb. Bunu çıxın. Burada da səhv ayrılıb. Bunu çıxın. Yazıçılıq. Aha. Burada C variantında komandir səhv ayrılıb. Komandir belə olmalıdır. Burada komandir düzdür, yazıçılıq düzdür, protokol düzdür. Cavab D variantıdır. E'də də komandir sözü səhv ayrılıb. Cavab olacaq D variantı. 8. Ahəng qanuna tabe olmayan şəkilçilər. Müəllim, nə bilək hansı ahəng qanuna tabedir, hansı tabe deyil? Mən demişdim axı fonetika bölməsində bu barədə. İzaha baxsınız, orada baxmısınız, orada görməliydiniz. Baxın, ahəng qanununa bir variantlı şəkilçilər tabe olmuş. B-yə baxın, ın, in, un, ün 4 variantlıdır. Mış, miş, muş, müş 4 variantlıdır. Ça, çə və yaxud da ki, laş, ləş 2 variantlıdır. Sonra I, i, u, 4 variantlıdır. Bunda çıxırsınız. Keş, dar, çar, ivi, A variantındakılar olacaq bir variantlı və ahəng qanuna tabe olmur. 9-cu suala nəzər salaq. Vurusu dəyişməklə mənası dəyişməyən sözlər hansılardır? Baxın, gözlə sözünə vurusu dəyişməklə mənası dəyişəcək. Bir var deyirəm, gözlə baxıram, gözlə baxıram. Bir də var deyirəm, məni gözlə. Biri göz ismi lalə qoşmasından işləmiş olacaq vurğu əvvələ düşdə. Vurğu sonuna düşdə gözləmək feil olacaq. Xeyl də məna dəyişmir, sahil də məna dəyişmir, damcı da məna dəyişmir. Büzmə inkarda olan feil ola bilər. Bir də büzmə. Necə? Azdır. Vurğu bir var deyəm ki, azdır. Yəni kifayət deyil, azdır. Bir də var deyəm ki, azdır, azdırmaq. Vurğu sonuna düşəndə feil olacaq, vurğu əvvələ düşəndə olacaq az sayı. O yüzden bu testin cevabı olur 2, 5, 6. Yani E variantı 2, 5, 6. Digər suala nəzər salaq. Hansı dərəcədəki sözlər hecalara düzgün ayrılmışdır? Memuar doğrudur. Ərcək doğrudur. Soyad doğrudur. Aha. Baxın, kitab sözü belə ayrılmamalıdır. Kitab belə ayrılmalıdır.
Bu çıxdı. Diyar. Bu da çıxdı. Baxın, bir hecada bir dənə sayt olar. Görürsünüz, bura 2 dənə sayt var. Bu olmaz. Belə olmalıydı. İd, di-a. Bu da çıxdı. Ata səhv ayrılıb belə olmalıdır. A-ta. Ona görə testin düzgün cavab olacaq A variantı. Digər suala baxaq. Hansı sözdə həm ahəng qanunu pozulmuş, həm də uzun sayt işlənmişdir. Görürsünüz, 2 mərhələli sualdır. Eyni sözdə həm ahəng qanunu pozulmalıdır, həm də uzun sayt işləməlidir. Baxırız ki, D variantının ahəng qanunu pozulmayıb, B variantının ahəng qanunu pozulmayıb. Bundan başqa səma sözünə uzanma yoxdur, divardakı sözünə uzanma yoxdur. Amma şücaət həm ahəng qanunu pozulub, həm də A uzanacaq. Şücaət. Düzdür? Ona görə cavab olacaq C variantı. Digər suala baxaq. Sözlərin birində vurğunun yerini dəyişməklə sözün mənası dəyişəcək. Bura cavabımız orqan sözüdür. Baxın, orqanın 3 dənə mənası var. Bir dövlət orqanı, bir insanın daxili orqanı, bir də musiqi aləti olan orqan. Baxın, musiqi aləti olan orqanda vurğu düşəcək axıra və belə tələffüz olunacaq. Arqan. A-la tələffüz olunacaq, yaxşımı? Amma digər mənada vurğu əvvələ düşəcək deyə dövlət orqanı və yaxud da ki, insanın daxili orqanı. Onda vurğu əvvələ düşəcək deyə orqan kimi tələffüz olunacaq. Ona görə cavab B variantıdır. 13. Hansı sözlə vurğunun sonuncu hecəyə düşmür? Baxın, yazmışdır sözünə dır şəxs şəkilçisidir. Ona görə burada bu şəxs şəkilçisi vurğu qəbul etməyəcək. Bura vurğu düşür ikinci hecəyə. Burada oxusalar sözdə bəzən müdavimləri biraz belə çaş-baş salır. Bir demişdim sizə, şuhudi keçmiş zaman əmr və şərt şəklində larlar vurğu qəbul edəcək. Bu da şərt şəkilçisi olduğu üçün larlar vurğu qəbul edir. Digər sözlərin hamısına vurğu düşəcək sonuncu hecəyə. Cavab ora variantı. 14. Sözlərin birinin vurğusu düzgün göstərilməmişdir. Olmaya doğrudur. Oxumuşdum. Baxın, vurğu düşməlidir muşun üzərinə. Qandır, yazdır, onlarla. Qandır sözündə vurğu sona da düşə bilər, əvvələ də düşə bilər. Qandır. Deyirəm ki, bu yerdəki qandır. Vurğu sona düşsə olacaq qandırmaq feili. Müəllim, yazdır sözünə vurğu əvvələ düşə bilər, bəli düşə bilər. Yazdır. Bu yaz fəslidir mənasında. Yaxşı. Vurğu sona da düşəndə yazdırmaq feili olur. Yəni hər ikisində doğrudur. Yəni vurğu bura düşsə doğrudur, əvvələ də düşsə, sona da düşsə doğrudur. Amma olmaya oxumuşdum sözünə vurğu düşməlidir. Deməli sona yox, ikinci hecəyə düşür, üçüncü hecəyə düşməlidir. 15. Hansı sözlə vurğusu birinci hecəyə düşür? Mexanika ikinci hecədadır. Kataloq ikinci hecədadır. Dovşan sonuncu hecədadır. Benzin sonuncu hecədadır. Yumor, hospital, marshal. Bunun cavabı olacaq 5, 6, 7, yəni E variantı. Hansı dərəcədəki sözlərdə vurğu sonuncu hecəyə düşür? Baxın, tələbə də dır şəxs şəkilçisi vurğu qəbul etməyəcək. Nəğməkar, ağacdələn, çəmənlik vurğu sona düşəcək. Lirika vurğu 1-dədir. Klinika vurğu 1-dədir. Fabrik vurğu 1-dədir. Deməli, cavabımız olacaq nə? B variantı. 17. Hansı dərəcədəki sözlərdə vurğunun yerini dəyişməklə sözlərin mənası dəyişir? Baxın, opera sözünə dəyişməyəcək, bildir sözünə dəyişəcək. Bir var, bildir, yəni keçən ildən əvvəlki il onlar bildir bizə gəlmişlər. Bir də bildirmək. Bunu ona bildir. Dimdik vurğu əvvələ düşəndə olacaq sifət, çoxlama dərəcəsində. Vurğu sona düşəndə olacaq quşun dimdiyi. Elektrik də seyizatı demişdim. İşıq mənasında, bir də elektrik şəxs mənasında. Cavab olacaq B variantı. Vurğu sona düşməyən sözlərə. Parabola düşmədi. Aha. Relyef düşdü. Bunu çıxdıq. Vegetasiya 3-ə düşdü. Realizm sona düşdü. Bunda çıxdıq. Flora 1, funksiya 1, ellipsis 2. Cavab olur C variantı. Leksika 1, təkrir sona düşəcək. Fonetika 2, poeziya 2, sulfat sona düşəcək. Düzgün cavabımız C variantıdır. Hansı sözdə vurğu birinci hecanın üzərinə düşür? Əsla 1-ə düşəcək. Nida axıra düşəcək. Qəti axıra düşəcək. Əlbəttə 2-yə düşəcək. Kafedra 1-ə düşəcək. Bəzi 1-ə düşəcək. Viza 1-ə düşəcək. Vida sona düşəcək. Vurğusu birinci hecada olan 1, 5, 6, 7. Var mı cavab? Bəli, var. A variantı olacaq. 20. Vurğusu son hecaya düşən sözlər. Nəzirə, qrafika, deputat, kamera, rübab. Deməli, vurğusu sonuncu hecaya 1-də düşdü. Deputat 3-də düşdü. Rübab 5-də düşdü. 1, 3, 5 yəni E variantı olmuş olacaq. 21-ci suala baxaq. Vurğusu ikinci hecaya düşən terminləri. Reduksiya 2-yə düşəcək. Mexanika 2-yə düşəcək. Sulfat 2-yə düşəcək. Cavab A variantı olur. Tangens 1-ə düşür. Çıxdıq.
Sintez 1'ə düşür. Vegetasiya 3'ə düşür. Fizika 1'ə düşür. Düzgün cavabımız olur A variantı. Vurğusu birinci sözün üzerine düşen. Bakın birinci heca demir, ha, birinci söz deyir. Buna diqqətli olun. Ot biçən axıra düşür, çıxın. Ağdaş 1'ə düşür. Ağdam 1'ə düşür. Dünya görüşü. Dünya görüşü 2'ə düşür. Qızılgül 2'ə düşür. Görürsünüz Ağdaş da birinci sözün üzerine düşür. Ağ sözünün. Ağdam yine ağ sözünün. Dünya yine birinci sözün üzerine düşür. Görürsünüz. Qızılgül. Qızıl yine birinci sözün üzerine düşür. Cevabımız B variantıdır. Ağac dələn axırıncı hecaya düşür. İkinci sözə düşür. Yarı zarafat. Yarı zarafat axıra düşür. Çıxdıq. Ələyri sona düşür. Çıxdıq. Düzgün cavabımız olacaq B variantı. 23. Hansı sözlə vurğu axırıncı hecaya düşmür? İngiltərə. İngiltərə demirik də, düzdür, bura axırıncı hecaya düşmür. Anormal axırıncı hecaya düşür. Bunu çıxın. Ramiz axırıncı hecaya düşür. Çıxın. Nümunə çıxın. Sifariş çıxın. Quzuqulağı çıxın. Qarabəniz çıxın. Sapsarı. Coğrafiya. 1809 var mı belə bir cavab? Var. Bəli, C variantı. 24. Hansı sözə sahib uzanması birinci, vurğunun yeri ikinci. Yəni birinci heca uzansın, ikinci heca vurğu düşsün. Bu da iki mərhələli sualdır. Diqqət olmaq lazımdır. Laləzar. Baxın. Laləzarda laləzar. A uzanır, amma vurğu axıra düşür. Bizə lazımdır ki, sahib uzanması birinci, vurğu ikinci hecada olsun. Burada vurğu ikinci hecada deyil, ona görə bunu çıxın. Laqeyd. Laqeyd. Bunu getirə bilərik də. A uzanır, ikiyə vurğu düşür. Laboratoriya. Bura uzanma yoxdur. Bilavasitə. İkinci heca uzanır. Bir uzanmır. Asayiş. Burada ikinci heca uzanır. Xaincəsinə. Baxın, A uzanır, vurğu İyə düşür. Xaincəsinə götürək. Namus. A uzanır, vurğu U'nun üzərinə düşür. 2, 6, 7. Var mı elə cavab? Var. 25. Vurğu birinci hecaya düşən sözlər. Məgər 1'ə düşür. Artıq 2'ə düşür. Gəlsənə 2'ə düşür. Bəli 1'ə düşür. Təkcə 2'ə düşür. Təki 1'ə düşür. 1'ə düşür 1'də. Sonra 4'də 6'da. Yəni B variantı. 26. Vurğu son hecaya düşməyən. Məncə düşmür 1'ə düşür. Görünür sona düşür çıxın. Əlbəttə 2'ə düşür götürün. Sanki 1'ə düşür götürün. Doğrusu sona düşür çıxın. Yəqin sona düşür çıxın. 1'ə son hecaya düşmənlər nə oldu? 1, 3, 4. Var mı elə cavab? Var. C variantı. 27. Hansı hecə ahəng qanunu pozulmuş sözlərin yalnız birində uzun tələffüz edilən sayt var. Deməli, iki sözün birində olmalıdır. Bax, qiyafət uzanır, minarə uzanır. Cümrah uzanmır, şəhər heç bir uzanmır. Mətanət uzanır, sahil uzanır. Yeganə uzanır, nümunə uzanır. Sənaye uzanır, stəkan uzanmır. Görürüz? Bir uzanır, o birisi uzanmır. Hansı hecə ahəng qanunu pozulmuş sözlərin yalnız birində uzun tələffüz olunan saytdır? Baxaq. Sükunət, hekayə hər ikisi uzanır. Sənaye bərabər hər ikisi uzanır. Yeganə fabrik. Yeganə uzanır, fabrik uzanmır. Cavabcadır. Elat, çınar heç bir uzanmır. Cəsarət, rəşadət hər ikisi uzanır. 29'a baxaq. Vurğusu ikinci hecaya düşən sözlər. Baxaq. Löffəcik axıra düşür. Qürurla 2'ə düşür. Qəflətən 1'ə düşür. Nəsihət sona düşür. Gələrkən 2'ə düşür. İkinci hecaya harda düşdü? 2'ni seçirik. Bir də 5'i seçirik. Var mı cavabımız? Var. C variantı. 30. Uzun saytı birinci, vurğusu sonuncu hecada olsun. Abunədə birinci sayt uzanmır. Onca bunu çıxın. Tövsiyədə də uzanmır. Ahəstə. A uzanır, vurğu axıra düşür. Daimi. Burada A uzanır, vurğu sona düşür. Ehtimal. Burada birinci heca uzanmır. Xanəndə. Bəli, A uzanır, vurğu axıra düşür. 3, 4, 6. Var mı elə cavab? Bəli, var. 30'un cavabı olacaq A variantı. Baxaq digər suala. Vurğusu dəyişməklə mənası dəyişən sözlər. Lirika. Baxın, bunu lirik sözündən qarışıq salmayın. Lirikdə dəyişir, amma lirikada dəyişmir. Satirikdə dəyişəcək, elektrikdə dəyişəcək, bir də şaxlara dəyişəcək. Relyefdə dəyişmir. 3, 4, 5. Bunları mən izahda hamısının mənalarını demişəm. 3, 4, 5, yəni cavab olacaq E variantı. 32'ə baxaq. Baxın, nəzərinizə salın. Normalda məsələn, Vaqif sözündə vurğu düşür 2'yə, düzdür? Amma onu xitab kimi işlətsək, ona müraciət eləsək, Vaqif. O zaman vurğu bir heca əvvələ gələcək. İndi baxın, xitabdır, deməli bir heca əvvələ gəlir 1'ə düşür. Xitabdır, deməli bir heca əvvələ gəlir 1'ə düşür. Düzdürmü? Epiqrafda 2'yə düşür. Vaqif burada xitab deyil deyə 2'yə düşür. Bir də ədəbiyyat şansında dastana e-post edir, e-postlara 1'ə düşür. Cavab olur 1, 3, 5, yəni E variantı.
33. Sayı tuzlanması ikinci, vurğunun yeri üçüncü hecədə olsun. Qrafikada sayı tuzlanması yoxdur. Birləri çıxın getsin. Təlatüm, bəli. Təlatüm. İkinci hecə uzanır, vurğu sona düşür. Bunu seçin. Zabitlik 3-də də uzanma yoxdur. 3-də çıxın. Yubilyar 4-də uzanma yoxdur. 4-də çıxın. Şəlalə, bəli. A uzanacaq, vurğu sona düşəcək. Ədavət, A uzanacaq, vurğu əyə düşəcək. 2, 5, 6, yəni B variantı. 34. Vurğusu birinci hecədə olsun, ikinci hecədə olsun, üçüncü hecədə olsun. Baxaq. Miqrasiya 2-dədir. Parametr 2-dədir. Qəhqəhə 3-dədir. Natamam 3-dədir. Kompleks 1-dədir. Aha, deməli nə oldu? Miqrasiya, parametr, qəhqəhə, natamam. Deməli nə oldu? 1-ə E uyğun gəlir. İkinci hecəyə nə uyğun gəlir? A-nı yazırıq və B-ni yazırıq. 3-ə də yazırıq. Qəhqəhə C, bir də natamam D. Birinci cavabı E, ikinci cavabı A, B, üçüncü cavabı da birinci cavabı E, ikinci cavabı A, B, üçüncü cavabı da C-dir.